O məşhur kəlam ki, əziz Peyğəmbərimiz buyurur, Ramazan ayında Allahın qonağısınız. Təbiidir, bu qonaqlığın xüsusiyyəti digər bizim bildiyimiz, eşitdiyimiz qonaqlıqlardan fərq eləyir. Amma məlum olur ki, qonaqlıqdayıqsa bir ev sahibi var və bu ev sahibi biz üçün bir süfrə açıb. Dünya qonaqlıqlarında ev sahibi əlindən gələni edir ki, qonaq o məclisdən razı getsin və süfrədə qonağın lazım olduğu, ehtiyac duyduğu hər şeyi nəzərə alır. Təbii ki, ev sahibi mərifət sahibi olsa və əlindən gəldiyi qədər xidmətdə qüsur etməməyə çalışır. Ramazan ayında əgər Allahın qonağıyıqsa, məsələ burada artıq dəyişir. Bu baxımdan ki, biz bəşər olaraq bu incəliklərə önəm veririksə, diqqət yetiriksə, gör bizi yaradan bizim rahatçılığımız üçün, bizim o süfrədən lazımı qədər qidalanmağımız üçün nələrə diqqət yetirir. Və mümkün də hətta bizim qonaqlığımızda biz süfrədə elə bir şey qoyaq ki, o süfrədə əyləşənlərdən kimisə o yemək narahat eləsin, onu heç yeməsin. Amma Ramazan ayında sənin var eləyən, səni yaradan, sənin bütün maddi, mənəvi ehtiyacları, tələbləri bilən bir Allahın qonağısan və bu süfrənin ədəbi budur ki, nə qədər bacarırsan tərk edəsən. Yəni, adi qonaqlıqda, dünya qonaqlığında daha çox süfrədən yeyən ev sahibinə xoş gəlirsə, yəni utancaq insandan məsələn ev sahibi görürsən narahat olur ki, niyə yemədi? Amma bu süfrənin ədəbi budur ki, tərki bacarasan. Bu ayda tərk etməyi bacaran daha müqərrəbdir süfrə sahibinə. Allahın xüsusi rəhmətidir, rəhmət süfrəsinin arxasındayıq. Rəhmət də hiss olunacaq qədər bu ayda çox geniş miqyaslıdır. Hər an insan o rəhməti həyatında hiss eləyə bilir Ramazan ayında. Və bu rəhmətdən qidalanmağın əsas şərti budur ki, biz bu maddi dünyanın bərbəzəyindən, bu maddi qidalardan müəyyən saat uzaq qalmaqla öz mənəvi ehtiyacımızın qidası barəsində düşünə bilirik.